Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve akil Tahirin ve la'nud daim ala muhalifihim ecma'in ila yevmiddin. Mövzumuz, söhbətimiz nüdbə duasındaydı. Bu dua çox məşhur dualardan biridir. Bunun barəsində başlamışdıq söhbətə və bugün istəyirik söhbətimizi davam edək. Bugünkü söhbətin müqəddiməsi bundan ibarətdir ki, ümumiyyətlə mövzumuz budur ki, nüdbə duası hansı imamdan nəql olunub? Bugün bu barədə söhbət edəcəyik. Bilirik ki, məşhur dualar hansılar ki, biz ona etibarlı dualar deyirik. Məsələn, Kumeyl duası kimi məşhur dualar. Hansı ki, Kumeyl duasının barəsində bilirik ki, kimin dilindəndir? Həzrət Əli əleyhissalamın dilindəndir. Kumeyl ibn Ziyada. Duanın adı Kumeylin adı ilə adlanır. Amma dua özü Əli əleyhissalamın dilindən nəql olunur. Yəni, Kumeyl Əli əleyhissalamdan nəql edildi. Və yaxud, məsələn, Cami-i Kəbirə duası kimi dualar, üzr istəyirəm, ziyarəti kimi ziyarətnamələr. Cami-i Kəbirə ziyarətnaməsi çox gözəl ziyarətnamələrdəndir. İmam Hadi əleyhissalamdan nəql olunur ki, bunun da sənədində heç bir şübhəmiz yoxdur. Mən düzdür, Cami-i Kəbirə duası barədə danışmırıq, nüdbə duası barədə danışırıq. Amma istəyirəm Cami-i Kəbirə duasından bir kəlmə deyim. Cami-i Kəbirə duası o duadır ki, üzr istəyirəm ziyarətindən, ziyarətnaməsi. O ziyarətdir ki, həmin ziyarətlə bütün məsumları ziyarət eləmək olar. Məxsus deyil hər hansı bir məsuma. Adı da elə ona görə camiədir. Camiə, yəni bir duadır ki, bütün məsumların hər birinin ziyarətində onu ziyarət eləmək, oxumaq olar. Mərhum Əllamə Məclisinin, Allah rəhmət eləsin, atası, Əllamə Məclisinin atası da elə məclisidir, ona məclisi əvvəl deyərlər, birinci məclisi. O nəql eləyir, deyir ki, Həzrət Əli əleyhissalamın hərəmində idim Nəcəfdə. Cami-i Kəbirə ziyarətini oxuyurdum. Birdən gördüm ki, ruhum qaldı burada, Nəcəfdə, hərəmdə, üzr istəyirəm, bədənim qaldı burada, ruhum getdi Samirəyə. Gördüm Samiradayam. Əskəriyyə məscidinin içindəyəm. O məscid ki, iki imamımız dəfn olunub orada. İmam Hadi əleyhissalam və İmam Həsən Əskəri əleyhissalam. 10 və 11-ci imamımız. Gördüm, bir oradayam. O məscidin içindəyəm. Diqqətlə nəzər elədim. Gördüm, İmam Zaman ağa oturubdu orada. Söykənibdi İmam Hadi əleyhissalamın zərihinə. Oturub, mən gördüm ağanı, dondum yerində qaldım. Ağa məni çağırdı. Dedi, yaxına gəl. Mən cürət eləmədim. Dedim, ağa, üzr istəyirəm, qoy elə burada qalım. Çünki yaxına getsəm, gəlsəm, ola bilər ədəbsizliyi göstərərəm. Mən əff elə burada qalım. Ağa dedi ki, yox, əgər mən sənə deyirəmsə, gəl yenə. Gəldim, yaxınlaşdım ağanın qarşısına. Dedi, əyləş. Dedim, ağa, qurban olum sənə, qoy mən ayaq üstə dayanım. Çünki təsəvvür edirsə bu nə deməkdir? İndi hala baxın orada. Deyir, qoy mən ayaq üstə dayanım. Ağa dedi ki, mən sənə icazə verirəm, əyləş. Deyir, əyləşdim ağanın qarşısında. Dedi mənə ki,
tutdum. Dedi, axı, Nəcəfdə Əli əleyhissalamın hərəmində durub Cami-i Kəbirə ziyarətini oxuyurdum. Onu oradan başladıq axı. Əyləşdim bir ağanın qabağında. Ağa mənə dedi ki, nə gözəl ziyarət oxuyursan. Mən də dedim ki, ağa, qurban olum sənə, bu sizin babavuzun, əlimi deyil, işarə elədim İmam Hadi əleyhissalamın məzarına. Babavuzun bizə nəql elədiyi İmam Hadi əleyhissalamın dilindəndir. Nəql elədiyi bir ziyarətdir. Yəni, ağa təyid elədi, təsdiq elədi bu camiə ziyarətnaməsini. Ondan sonrasını da danışmır. Ondan sonrasını danışmır. Nə baş verdi bu da? Bunu nəql eləyən ki vardı. Ya ondan sonrasını o danışıb, bu nəql eləyən danışmır, ya da heç danışmayıb. Və səbəbi də budur ki, deyir, ondan sonra deyir, ağa ilə biraz söhbət elədik. O biraz söhbət nə olubdur, onu da demir. Deməməyinin də səbəbi budur ki, bu məsələlər xüsusi zərfiyyət tələb eləyir. Xüsusi tutum tələb eləyir ki, bunu həzm eləyə biləsən. Yəni, bunu hər kəs qəbul eləyə bilməz. Bunun üçün bir xeyli mərhələlər var. O mərhələləri gərək keçəsən ki, ondan sonra bu məsələlər, yəni mükaşəfə məsələsi, teyyül ərz məsələsi, ondan sonra ağa ilə görüşmək və bu kimi şeylər ki var, mövzular var. Bu mövzular biraz insanda batini sabitdir və batini etiqadı möhkəmliyini istəyir ki, qəlb gərək geniş olsun ki, bu böyük yükləri, ağır mətləbləri həzm eləyə bilsin. Ondan sonrasını demir ağa. Demir, deyir ki, o biraz söhbət elədik. O biraz söhbət məlumdur ki, o məsələ ümumə deyilməli söhbət deyilmiş. Deməli, cami ziyarəti də, Cami-i Kəbirə ziyarəti də İmam Hadi əleyhissalamdandır. Və çox da fəzilətli dedik, bir fəzilətini dedik ki, İmam Zaman ağa özü təyid edib bu, təkid edib bu ziyarəti. Bu kimi ziyarətnamələrimiz və Kümeyl duası kimi dualarımız var. Bu duaların bu etibarda olması, yəni tək bu dua və ziyarətlərə aid bir şey deyil. Biz bütün dini inanclarımızı, etiqadi məsələlərimizi, əhkamımızı, hamısını əsaslanmış mənbələrdən alırıq. Elə belə deyil ki, elə açaq kitabı görək, bir kitabda bir hədis yazılıb, getirib onu oxuyaq, istifadə edək. Yəni, bu cür olmayıb əvvəldən. Əvvəldən belə olub ki, həm əhkama aid olan məsələləri, həm etiqadi məsələləri, vacibata aid olan məsələləri istinbat yolu ilə, yəni sənədin möhkəmliyi yolu ilə müxtəlif mərhələlərdən keçməklə ki, mən də o mərhələləri izah eləmirəm ki, çox olar. Bu mərhələlərdən keçəndən sonra, belə deyək, aranandan sonra, saflanandan sonra qəbul edirik. Yoxsa belə deyir ki, hər hədisi qəbul edirik, hər məsələni, hər alimin nəqlini qəbul edirik, bu cürdür. Vacibatda bu mühümdür. Araşdırma, axtarma mühümdür, təftiş lazımdır. Amma deyərsən, dua ki, vacibat deyir. Biz, düzdür, duada bu qədər axtarmağa ehtiyac yoxdur. Biz ki, deyirik, nüdbə duasının sənədi barədə istəyirik danışaq, bizim o qədər çox ehtiyacımız yoxdur nüdbə duasının sənədi barəsində danışmağa. Ne üçün? Çünki müstəhəbdir. Və müstəhəb içində elə bu qədər kifayət eləsə ki, məşhur hədis var, mənbəlağ hədisi Həzrət Rəsul Əkrəmdən sallallahu aleyhi və səlləmdən Həzrət buyurur ki, hər bir əməl ki, mənim dilimdən sizə çatsa, bu hədisi yəqin eşitmişsiniz, çatsa ki, filan əməl məsələn müstəhəbdir, filan gün qusl eləmək müstəhəbdir, tutalım, filan gün oruç tutmaq müstəhəbdir. Bir nəfərə belə bir xəbər gəlib çatsa və həmin adamda o xəbərin əsasında durub qusl eləsə həmin günü və yaxud həmin gün oruç tutsa, nə savab eşidib, o savabı Allah Taala ona verər. Hətta o vaqiiyyəti olmasa da, yəni həqiqəti olmasa da, o hədis heç nəql olunmamış olsa da. Ne üçün? Çünki biz bu şeyləri yerinə yetiririk, rəca qəsdi ilə yerinə yetiririk, ümid qəsdi ilə yerinə yetiririk, təvəssül qəsdi ilə yerinə yetiririk ki, məqsədimiz müstəhəbbatı yerinə yetirməkdə nədir? Yəni, bizim Allahla olan vasitələrimizin, rabitələrimizin elə bir günən əlavə ipləridir, əlavə kəndirləridir.
o rabitəni biraz da möhkəmlədən amillərdir. Yoxsa ki, bizim müstəhəbbatla işimiz yoxdur ki, biz elə vacibatı yerinə yetirərik, qutararıq. Amma bu qədər müstəhəbbat ki, deyilibdir, dualar, zikirlər və digər başqa əməllər var, ibadətlər var, namazlar var, müstəhəb. Bunlar ona görədir ki, həmin o vacibatın və hədislərdə də vardır ki, müstəhəblərlə yerinə yetirilən vacibatın nöqsanları nə olar? Bağışlanar. Nöqsanları cübran olunar, yerinə gələr. Bu bir. İkincisi, rabitələr genişlənər. Yəni, biz Allahla olan rabitəmizi biraz da möhkəmlədərik. Bunun üçündür müstəhəbbat. Bu, ümid qəsdi ilə də yerinə yetirsək, kifayət eləyər. Amma buna baxmayaraq, biz ki, deyirik, nüdbə duası müstəhəb dualardandır və o qədər də sənədini axtarmağa ehtiyac yoxdur. Buna baxmayaraq, bəzi sənədləri biz bu günləri istəyirik, nəql eləyək ki, görək nüdbə duası kimin, hansı imamın dilindəndir. Ondan qabaq, hədislərin etibarı barədə bir neçə dənə hədis oxuyacaq Əhl-i Beytdən ki, o hədislərdən biri Həzrət İmam Sadıq əleyhissalamın Həzrət Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləmdən nəql elədiyi hədisdir. Buyurur Həzrət İnnə alə kulli haqqin həqiqətən və alə kulli savabin nurən fəmə vafəqə kitabəllah fəxuzuhu və mə xalifə kitabəllah fədəuhu. Bir hədis budur. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisi buyurur ki, hər bir həqiqətin, hər bir haqqın həqiqət tərəfi var, görünən tərəfi var və hər bir doğru əməlin nuru var ki, yanlışda heç vaxt nur olmaz. Ardıcan buyurur, fəmə xalifə kitabəllah fəxuzuhu. O kəlmələr ki, o kəlamlar, o hədislər ki, Allahın kitabı ilə düz gəlir, yəni Qur'anla düz gəlir, onu eləyin, onu götürün, onu tutun. Amma və mə xalifəhu fədəuhu. Amma hansı hədis ki, Qur'an ayəsi ilə, Allah kəlamı ilə zidd gəlir, onu neyləyin? Atın geçsin. Bu bir hədis. Ki, hədis, o hədisləri qəbul edirik ki, onlar Allahın kitabı ilə düz olsun. Bu bir. İkinci hədis, İmam Rıza əleyhissalamdandır. Həzrət buyurur ki, soruşdular. Həsən ibn Cəhəm deyir, mən soruşdum İmam Rıza əleyhissalamdan ki, sizin dilinizdən çoxlu hədislər nəql edirlər, müxtəlif cür hədislər nəql edirlər. Və hansını qəbul eləyək? Görürsən, bəzən deyir, aralarında ziddiyyət olur. Və biz hardan bilək ki, hansı hədisi siz demişsiniz, hansını deməmişsiniz? İmam Rıza əleyhissalam bu cür cavab verir. Ki, ma ca'əkə ənna fəqis əla kitaballah. Bizdən sənə gələn nə hədis var, nə kəlam var, onu Allahın kitabı ilə tutuşdur ginan. Qur'an ayələri ilə tutuşdur ginan. Əzzə və Cəllə. Bu bir. Və əhadisənə və bizim digər hədislərimizlə tutuşdur ginan. O hədislər ki, onlar əminsən bizdən nəql olubdur, o hədislərlə şübhələndiyin hədisi tutuşdur ginan. Yəni, şübhələndiyi əmin olduğunla tutuşdur ginan. Ardıcan buyurur ki, فَاِنْ كَانَ يَشْبَهُهُمَا فَهُوَ مِنَّا. Əgər bu şübhələndiyin kəlam Qur'an ayəsi ilə və yaxud bizim əmin olduğun hədislə düz gəlirsə hədisimizlə, onda nədir? فَهُوَ مِنَّا. Onda bu hədis elə bizdəndir. Ardıcan buyurur, وَاِنْ لَمْ يَكُنْ يَشْبَهُهُمَا فَلَيْسَ مِنَّا. Əgər bənzərlik yoxdursa, oxşarlığı yoxdursa, onda bizdən deyir. O hədisi qəbul eləmək. Bu da ikinci. Birinci hədisdə hədisi Qur'an ayəsi ilə ölçməyə İmam Həzrət Rəsul Əkrəm buyurdu. Burada İmam Rıza əleyhissalam hədisi həm Qur'an ayəsi ilə, həm də digər hədislə ölçməyi tövsiyə elədi. Və nəhayət üçüncü hədis yenə də Peyğəmbər əleyhissalamdandır. Buyurur Həzrət, əgər məndən bir hədis eşitsöz, onda onu Allahın kitabı ilə və əqlivizin hüccəti ilə tutuşturun. Bu da üçüncü. Əgər düz gəlsə, qəbul eləyin. Müxalif gəlsə, atın. Bu başqa bir mövzuda artıq. Burada buyurur ki, Qur'an Allahın kitabı ilə və əqlivizin hüccəti ilə. Yəni nə? Yəni burada bir ağlı da gəldiyi məsələyə daxil oldu. Demək, o hədislər bizim üçün etibarlıdır ki,
onlar həm Qur'an ayəsi ilə düz gəlsin, həm əmin olduğumuz digər Əhl-i Beyt kəlamları ilə, hədisləri ilə düz gəlsin, həm də əqlimizin o sağlam əqillərlə olsun, hücciyeti ilə düz gəlsin. Bu üçü əgər olsa, onda o kəlamı, o hədisi biz qəbul eləyərik. Bu müqəddiməmiz bu günləri. Yəni bunun əsasında bu gün danışacağıq ki, nüdbə duası nə qədər mötəbərdir. Əvvələn nüdbə duasının etibarı üçün bir kəlmə bunu deyir ki, Şeyx Mürtəza Ənsari, Allah rəhmət eləsin, böyük ustaddır və çox da kəramət əhlidir. Çox böyük alimlərdəndir. O ustadın böyük kitabları var, o kitablar ki, indi hovzələrdə həmin kitablardan istifadə olunur. Şeyx Mürtəza Ənsarinin kitablarından. Çox gözəl, neçə dənə kitabı vardır. O kitablardan biri də Məkasibdir. Məkasib adlandır, yəni hovzənin ən məşhur kitablarındandır. Fiqhə aid və üsul-i fiqhə aid olan bir kitabdır. Məkasib kitabında bir məsələni qeyd eləyir, bir şey barədə danışır, əqdin alver məsələləri barədə danışır, alverin şərtlərindən danışanda belə bir hədisimiz var, Əl-mu'minunə ində şurutihim. Bu məşhur hədisdir və üsuli qaydadır. O qayda budur ki, yəni fiqhi qaydadır, bundan istifadə edilir. Əl-mu'minun ində şurutihimin mənası budur ki, möminlər öz şərtlərinə vəfalı olmalıdırlar. Nə şərt kəsdilərsə, alverdə ya başqa bir yerdə gərək o şərtlərinə neynəsinlər? Riayət eləsinlər, vəfalı olsunlar, əməl eləsinlər. Bu qayda barəsində Şeyx Mürtəza Ənsari Məkasibdə danışanda gəlir nüdbə duasından istinad götürür. Yəni şərt kəlməsini deyir ki, nüdbə duasının əvvəllərinə baxın, nüdbə duasının əvvəllərində belə bir kəlam var. Bunu Şeyx Mürtəza Ənsari deyir. Bə'də ən şərəttə aleyhimuz-zuhdə fi hazihi-dunyət-dəniyyə. Bu nüdbə duasının əvvəllərində olan bir dənə ifadədir. Deyir, Pərverdigara şərt eləmisən sən bəndələrinlə nəyi? Zahidliyi bu dünyada. Yəni ki, hər kəs bu dünyada zahid olsa, zahidlik eləsə, zahidlik məlumdur, dünya sevgisini qəlbindən çıxartmaq, dünya malına, dünya bərbəzəyinə aldanmamaq, uzaq durmaq. Şərt eləmisən bu dünyada və həmin o şərtə görə də onun mükafatını verəcəksən. Mənası budur. Duanın uzundur ya, başqa mətləbləri də var. Şeyx Mürtəza Ənsari o mətləbə nüdbə duasından istinad götürür ki, bax, burada da şərəttə deyir, bə'də ən şərəttə, şərt kəsmisən. Nədən sonra? O cür ki, yaratmısan, yaradandan sonra bəzi məsələlər var, neçə dənə mərhələ, sonra gəlir, bura çatır ki, və onlarla şərt kəsmisən ki, bu dünyada zahid olun, mən sizə neyim? Dərəcələr verim, mən sizə məqam verim, insaniyyət dərəcələrinizi artırın. Bu məsələnin əslində işimiz yoxdur. Diqqət eləyin, Şeyx Mürtəza Ənsari nüdbə duasından sitat götürür və ona əsaslanır. Düzdür, bizim söhbətimiz buradadır ya. Əgər nüdbə duası etibarsız olsaydı, Şeyx Mürtəza Ənsari ondan sitat götürməzdi. Bildiniz necə? Məsələ budur. O dahi şəxsiyyət, böyük ustad, çox böyük bir əsərində, kitabında bir məsələ, fiqhi məsələni danışır. Fiqhi məsələ biz demişik, nədir? Dedik bayaqlar söhbətimizin əvvəlində ki, orada çox diqqətli olacaq, çox diqqətli olmalıyıq ki, şübhəli şeylərdən istinad eləməliyik heç vaxt. Və Şeyx Mürtəza Ənsari da belə bir diqqətli olunmalı məsələnin üstündə işləyir. O məsələni izah eləməyə çalışır. İstinad eləyir, sitat götürür. Hardan? Nüdbə duasından. Deməli, nüdbə duası Şeyx Mürtəza Ənsarinin etiqadına görə nədir? Etibarlıdır. Etibarsız olsaydı, oradan sitat götürməzdi ki. Məlum oldu. Bu, ümumi bir dənə bir düşüncədir ki, bunu yadımızda, yəni zehnimizin bir küncündə saxlayaq. Bu, nüdbə duasının etibarına aiddir. İndi keçirik mənbələrinə, sənədlərinə. Neçə dənə sənəd var burada? O sənədlərdən birincisi, məşhur
Muhammed ibn Əbi Qurra ki, bu barədə rical kitablarında çox yazılıbdır. Nəql eləyir Əbi Cəfər Muhammed ibn Hüseyn ibn Sufyan Bəzufərinin kitabından ki, bu nüdbə duasını həmin kitabdan nəql edir. O da deyir ki, bu dua İmam Zaman Ağadandır. Yəni, İmam Zaman Ağanın dilindəndir. Bu bir. Bunu yadımızda saxlayaq. İkinci sənədi Seyyid ibn Tavusdur. Məşhur alimlərdir bunlar. Seyyid ibn Tavus Misbah-ı Zahir kitabında, İqbalul Əmal kitabında rəvayət edir, bu nüdbə duasını nəql edibdir. Yenə də həmin insandan, həmin yolla bayaq dediyimiz Muhammed ibn Əbi Qurradan və Muhammed ibn Hüseyn ibn Sufyan Bəzufəridən nəql eləyir ki, buyurur ki, bu dua İmam Zaman Ağadandır. O da həmin dəlillə. Üçüncü, Əllamə Məclisi, Allah rəhmət eləsin, bayaq atasından danışdıq, indi özündən danışırıq. Zadul Məad kitabında, məşhur kitabdır bu da. Zadul Məad kitabında deyir ki, bu dua, nüdbə duası bizim həm etiqadımıza aid olan bir dənə kitabdır, həm də İmam Zaman Ağanın qeyb dövründə olan təəssüfümüzə, Ağanın qeybdə olmasına görə təəssüf bildirən dualardan biridir. Yəni, qəmgin bir dənə duadır ki, Ağanı çağırırıq orada. Buyurur Əllamə Məclisi, mötəbər sənədlə İmam Sadiq əleyhissalamdan nəql olunur. Bu, rivayət artıq fərqli oldu. Və digər başqaları da, mən bir neçə dənə də vardı hələ, onlar da bəziləri İmam Sadiq əleyhissalamdan, bəziləri İmam Zaman Ağadan bu nüdbə duasını nəql edirlər. Və burada bir məsələ də vardı ki, ola bilsin, bu cür olub məsələ ki, dua İmam Zaman Ağa barəsində olduğuna görə, Ağa buna tövsiyə eləyibdir. Ona görə İmam Zaman Ağanın adı da bu duanın sahibi kimi çəkilir rəvayətlərdə. Yəni, dua İmam Sadiq əleyhissalamdandır. Amma İmam Zaman Ağa da öz zamanında bu duanı təsdiqlədiyinə görə, bu duanı belə deyək, tövsiyə elədiyinə görə möminlərə Ağanın dili ilə, Ağanın dilindən çıxan dua kimi qala bilər kitablarda. Yəni, həm o ola bilər, həm də bu. Amma istənilən halda həm İmam Sadiq əleyhissalamdan, həm də İmam Zaman Ağadan fərq eləməz, hər hansı bir imamdan olsa, bir məsələ də var burada. Yəni, bizim şübhəmiz yoxdur. Nəqli ya İmam Sadiqdan, ya İmam Zaman Ağadan, hər ikisi Allahın hüccətidir. Burada şəkkimiz yoxdur. Bu, öz yerində. Bayaqçı Şeyx Mürtəza Ənsarinin söhbəti də öz yerində etibar baxımından. Burada da bir etibar var, imamların dilindən nəql olunur, neçə yolla, neçə nəfər nəql eləyir. Əllamə Məclisi, Seyyid ibn Tavus, Bəzufəri və digərləri, Bəzufəridən nəql eləyirlər yəni. Bir dənə də başqa bir məsələ var. O başqa məsələ də budur. Biz nüdbə duasının möhtəvasına baxırıq, içinə baxırıq. Yəni, açırıq duanı, baxırıq görək, bu duada nə var? Dua həqiqətən də Əllamə Məclisinin dediyi kimidir. Yəni, biz duanla inşallah gələn dəfə tanış olacaq. Duanın içində nələr var? Dua Quran ayələri ilə doludur. Dua həqiqətən də etiqadıdır. Yəni, əvvəldən başlayır, bütün etiqadları, tohid etiqadı var orada, nübüvvət etiqadı var, vilayət, imamət etiqadı var və digər məsələlər var, hamısı orada var. Və ondan sonra, bayaq dedim, bütün vilayətə aid olan ayələr ki vardı ya, biz bildiyimiz ayələr, məsələn, Təthir ayəsidir, digər ayələr, o ayələrin hamısı var nüdbə duasının içində. Yəni, vilayət və imamətə aid olan nə qədər sübutlar ki var Qur'an-ı Kərimdə, hamısı var nüdbə duasının içində. Ondan sonra da İmam Zaman Ağa, bayaq da dediyi Əllamə Məclisi də o cür deyir ki, İmam Zaman Ağaya bir qeyb dövründə bir təəssüf bildirmə vardı bu qeybə. Yəni, insanların bir peşmançılığı var, bir qəmginliyi var, qəm-qüssəsi vardı ki, ağa qeybiddədir, biz bu cür qalmışıq da. Yəni, bu təəssüf bildirmə var duada, bu məzmunda kəlmələr var. Hüzünlü bir duadır. Buradan da, yəni bütün duanın içini biz gəzib axtarsaq, əvvəldən axıra qədər oxusaq, duanın axırına çatanda insanda yəqinlik hasil olur ki, həqiqətən ki,
Bu dua nədir? Əhl-i beytin dilindəndir. Çünki belə bir qaydəmiz də var da bizim. Qayda da budur ki, duanın ümumiyyətlə nəql olunan rəvayətin, məsələn, Divan-ı Əmirəl-Möminin var, məşhurdur ki, nisbət verilir Həzrət Əli əleyhissalama. Bəzilər deyirlər ki, bu divanı Həzrət Əli əleyhissalam yəni dilindən çıxan şeirlərdir, toplanıbdır. Ona görə Divan-ı Əlidir, Divan-ı Əmirəl-Möminindir. Bəzilər deyirlər, yox. Niyə görə nisbət verirlər Həzrət Əli əleyhissalama? Çünki orada deyilən sözlər həqiqətən də Həzrət Əli əleyhissalamın sözlərinə çox oxşayır. Bildiniz necə? Yəni biz axtarırıq, baxırıq mətnə, o şeirlərin məzmununa baxırıq, baxıb görürük ki, çox oxşayır Əli əleyhissalamın dilinə, Əli əleyhissalamın ləhninə çox oxşayır. Ona görə ona nisbət verirlər. Yəni Həzrət Əli əleyhissalam ki, Nəhcül Bəlağada, xütbələrində, ya məktublarında, ya qısa kəlamlarında ki, Nəhcül Bəlağa 3 hissədən ibarətdir də, bilirsiniz. Hansı ləhndən danışır da, həmin divanda da o ləhndən danışır. Ona görə çox oxşayır. Bu bənzərliyə görə deyirlər ki, çox böyük ehtimalla həmin divan Həzrət Əli əleyhissalamın dilindən nəql olunub. Yəni Əli əleyhissalamın şeirləri toplanıb divan şəklində salınıbdır. Bu nisbəti verirlər. Yəni bu qayda var da elə. Biz nüdbə duasının mətninə baxanda baxıb görürük ki, məsum olmayan bir insan bu gözəllikdə, bu etibarda, bu möhkəmlikdə və bu elmi dərəcədə bir dənə dua təsis eləyə bilməz. Həqiqətən də bu elə Əhl-i Beytin dilindən çıxar, nəinki başqasına. Məlum oldu ki, bunu ilə inşallah duanın məzmunundan danışanda, ki, bugün elə biləm çox olar, ona görə saxlayırıq gələn dəfəyə, inşallah nüdbə duasının içində nələr var? Gələn dəfədən o xəzinənin qapılarını açacaq inşallah. Salavat Muhammed və Allah. Allahümme salli ala Muhammed